ATR telekanalında yayımlanan rəngarəng proqramı bu dəfə də tamaşaçılara maraqlı anlar bəxş edib. Xəbərin ünvanı xəbər verir ki, verilişin bu dəfəki buraxılışında studiyanın qonağı olan gənc ifaçı Zəhra Muradova gözlənilməz vəziyyətlə üzləşib. Proqramın aparıcısı Zaur Nəbioğlu'nun xahişi ilə canlı ifaya keçid edən Zəhra musiqiçilərin müşayiəti ilə mahnı oxumağa çalışıb. Lakin canlı performans zamanı ifanın keyfiyyəti gözlənilən səviyyədə olmadığından, aparıcı ifanı yarımçıq dayandırmağa qərar verib. Gənc müğənni səhnə təcrübəsinin az olduğunu və ilk dəfədir ki, televiziya efirinə çıxdığını bildirib. O, yaşadığı həyəcanın ifasına mənfi təsir etdiyini, bu səbəbdən özünü tam ifadə edə bilmədiyini vurğulayıb. Veriliş zamanı Zəhra Muradova sənət yoluna yeni qədəm qoyduğunu qeyd edib. Onun sözlərinə görə təxminən 3 ay əvvələ qədər paytaxt salonlarından birində dırnaq ustası kimi fəaliyyət göstərib. Efir vasitəsilə həmin dövrdəki müştərilərini salamlayan gənc sənətçi, onların dəstəyini daim hiss etdiyini söyləyib. Qeyd edək ki, veriliş sosial mediada da geniş müzakirələrə səbəb olub. Bir çox izləyici Zəhranın cəsarətini və səmimiyyətini təqdir edərək, sənət yolunda uğurlar arzulayıb. Siz Zəhranın ifasını necə qiymətləndirirsiniz? Fikirlərinizi bizimlə şərhlərdə paylaşmağı və videonu bəyənərək kanalımıza abunə olmağı unutmayın.